Erdoğan'la görüşdüm, dedilər Turancıdır. Belə də Turancı olmaq pis deyil o qədər də. Mən dünən İsraqani deyil. Neçə ildir bu işlə meyilliyəm bu Turancılığa. 2020-dən İlham Əliyevin dəmir yumruğu məni hardasa bu Turancılığa meyilləşdiribdir. Son vaxtlar Turancılıqla elə bir ki, nəfəs alır. Yəni, hər şey mənə vız gəlir. Yox, İlham Əliyevin dəmir yumruğu sözə qüvvət məni elə bir ki, bu Turancılığa cəlb eləyibdir də. Görürsünüz, həmişə mən ancaq Turan. Güya biz dedik ki, yox, vermirik. Biz deməklə deyil, görmədiniz 2020-dən bəri. Gəlib apardılar, Şuşa ilə Xankəndi getdi. Otururam, düşünürəm ki, mən niyə əvvəldən İlham Əliyevi çox eşitməmişəm. Amma gördüm ki, eşidəndən sonra xeyir tapmışam. Qalmışdım Fransanın, Rusiyanın qapılarında. Nə deyir, Zəngəzuru versən, güləsən, verməsən, öləsən, deyə, bu da xəritədə də var. O başı ilə başı 25-30 kilometrdir, mən verməməklə deyil, Puayla 4 dəqiqəlik yoldur. Zəngilandan Naxçıvana, deyə, burada göstərir də, ala. Bu xəritənin özü Turandır. Mən deyirəm ki, bura getməmiş 5 Martda biz qabağa düşək. Belə hoppulub düşməklə deyil. Bugün ABŞ prezidenti Donald Trump zəng elədi ki, İranla İsrail arasında olan bu atəşkəs pozulubdur. Trump da bilir axı, biz də vaxtı ilə çox atəşkəsləri pozmuşuq. Yəni bilirik. Dedi, gör birinə qayırırsan tərəflər arasında vasitəsi kimi zad elə. Mən də dərhal hər iki tərəflə əlaqə saxladım. İran deyir ki, biz atmamışıq. Atmayıb. Yox, araşdırdıq ki, həmin raket dünən atılan olubdu, bugün çatıb düşübdü. Ya indi İraqda, Suriyada keçə bilmirmiş nədirsə, bugün gedib düşübdü, cəmaat da zibilə salıbdı. Yəni, belə ara qarışdıran raketlər olmasa nə var sülhü əldə eləməyə? Bəli, Trump bilir ki, biz atəşkəsi pozmaq üzrə mütəxəssisik. Sən ölənləri görür, köhnə müharibədən danışma, yəni yaramı təzələmə. Sülh olsun, şirakala tutsun.